41 kərə maşallah deyəcəyimiz bir evi sizə təqdim edirəm. Evdə o qədər gözəl bir aura var ki, dəyərli izləyicilərimiz. Öncədən videoya xoş gəlmişsiniz. Ev haqqında tam ətraflı məlumat üçün zəhmət olmasa videonu sona qədər dinləyin. Yerləşir Şuşa Ramanı qəsəbəsində. Pətək marketin, Zəfər marketin çox yaxın məsafəsindədir. 214 saylı marşrutla evin arası demək olar ki, piyada bir neçə dəqiqəlik məsafədə yerləşir. 2 sot qədər torpaq sahəsində qanuni tikili 2 mərtəbəli, hər mərtəbədə 4 otaq olmaqla 8 otaq, mətbəx, sanitar qovşağı olan bir evdən bəhs edirik. Şəxsi tikilidir dəyərli izləyicilərimiz, əsla makler evi deyil. Bunu tam əminliklə nəzərinizə çatdırıram. Qapılarına qədər diqqət edin, zəhmət olmasa. Çox səliqəli, baxımlı bir həyəti var. Evin birinci mərtəbəsi, alt hissə, qaraj və təmirsiz otaqlardır ki, hansı ki rahatlıqla ən azı 3 metr qədər hündürlük var ki, otaqlar da təmir edib tam qanuni 2 mərtəbə etmək mümkündür. Həyətinə məxsus sanitar qovşağı var ki, həm kombi aparatı quraşdırılıb və sanitar qovşaq kimi istifadə olunur. Həyətinin də səliqəsinə bir daha qedirəm, söz ola bilməz. Keçid alıq evin iç hissəsinə 15 daş kürsüdə inşa olunub. Allah alanına da, satanına da inşallah xeyir versin. Qiyməti nəzərinizə çatdırın, dəyərli izləyicilərimiz. 123 min manatla ilkin olaraq ev satışa çıxıb. İnşallah ki, mütləq şəkildə real alana endirim olunacaq. Sənədlər sərəncamı var. Bu evin koridor hissəsidir. Avoylar zövqünə görə də həqiqətən maşallah olsun. Ev çox baxımlı, auralı bir evdir. Bu evin mətbəx hissəsi. Pəncərələrə xüsusi diqqət edin, zəhmət olmasa. İstər pəncərələrin genişliyi olsun, istərsə də işıqlandırma olaraq. Heç bir divar bitişikliyi yoxdur. Bu isə evin qonaq otağıdır. İnşallah ki, qiymətdə razılıq olarsa, bir çox əşyalar satışa daxil ola bilər. Otaqların ölçüsü tam normal. Ölçüdədir, hündürlük. Hər bir, yəni tikinti olaraq hamısı qaydasındadır. Və digər 3 yataq otağını göstərim. Bu hazırda uşaq otağı kimi istifadədədir. Bu isə bir ailə otağıdır. Digər bir istiqamətdən də göstərim. Qaz, işıq, su sayğacıları, istilik sistemi kombi, internet hamısı daim işlək vəziyyətdədir. Bu digər bir ailə otağıdır. Sanitar qovşaq, sanuzel ikisi birlikdə inşa olunub. Bir daha qeyd edirəm, həyətdə də əlavə olaraq sanuzel, sanitar qovşağı var. Koridoru 2 hissəli koridordur. Sənəd bir daha deyirəm, sərəncam var. Qiymət 123 min manatla satışda olacaq. İnşallah ki, real alana ev sahibi tərəfindən tam normal endirim güzəşt olunacaq. Hər kim alsa inşallah xeyirli olsun.